Bu müşahidə kamerasının görüntüsüdür. Hadisə günü səhər saat 9 tamam. Qapının ağzında duran starşi fəhlə Orxan Ələmşovdur. Qara paltarlı gələn isə qardaşımdır. Baxın, gələn kimi barmağı ilə, əli ilə baxın, göstəriş verir, tapşırıq verir, təkidlə. Baxın, o adam getmək istəmir. Təkidlə onu göndərir və soruşur ki, nə eləmək lazımdır. O isə deyir. Ardından çıxır yuxarı. Operator içəridədir. Bütün işçiləri bu yönləndirir. Və baxmayaraq ki, bu adama bir gün bundan qabaq, öncəki gün tapşırılıbdır ki, bu adamı sən ora təmizləməyə, ora işləməyə göndərmə. Bu adam onun üçün gəlməyib. Və iyul ayının 31-də hadisə baş verib avqustun 15-də, iyul ayının 31-də isə iş görüşməsinə gedəndə orada Dünyamalının otağına aparıb. Həmin bu Orxan qardaşımı aparıb Dünyamalının xidməti otağına iş görüşməsinə və orada Dünyamalı ilə qardaşımın iş haqqında olan söhbətlərinin hamısının şahidi olubdur. Qardaşım orada nə iş görəcəkdi, onları bilirdi. Bunları bilə-bilə göndərir. Müşahidə kamerasından görüntüləridir. Bunları bilə-bilə ona aid olmayan işə göndərir. Və hadisə ayın 15-i baş verir. 14-ü buna tapşırılır ki, qardaşımı ora aparan adam orada sürücü işləyir. Süleyman tərəfindən göstərilir, tapşırılır ki, sən bu adamı oranı təmizləməyə göndərmə. Bu adam o iş üçün gəlməyib. Buna baxmayaraq təkrar olaraq müşahidə kamerasında göstərilir ki, bu adam göndərir. Bu adamın özündən soruşanda isə bilmirəm nə düşünür, amma özündən soruşanda deyir ki, mən kiməm ki, kimisə də harasa göndərəm. Pilləkənə sökəli lapatkanı götürür və gedir. O gedən vaxtı çönüb arxaya baxın. Qəribə bir baxışla çönür arxaya baxır və arxaya baxdığı yerdə isə Orxan Ələmşov pilləkəndən düşür. Ekranın sol küncünə diqqətlə baxın, qol hissəsi görsənir. Sanki onların baxışlarında bir danışığın, nəyinsə bir işarəsi görsəndiyi o baxışdan müşahidə olunur. Və Kərim gedərkən Orxan dərhal oradan düşərək yeriyə otağa yaxınlaşır, lap yaxınlaşanda qaçaraq girir. Otağa yarı içəridə, yarı çöldə əyili formada. Onun əyildiyi yerdə kompüter və mişqadan başqa heç nə yoxdur. Biz özündən soruşdum məhkəmədə, mən o sualı verdim özünə ki, sən orada nəyə əyilirdin? Oturdu. O və növbəti sual veriləndə o hakim qalxın ayağa deyəndən sonra o adam ayağa qalxa bilmədi. 3 dəfə təkan verdi və ayağa qalxa bilmədi. Çıxır otaqdan və eyni istiqamətə, Kərim getdiyi istiqamətə gedir. 1 dəqiqə 9 saniyə Kərim sonra qayıdır, gəlir, girir içəri. İçəridə biraz qalır. Artıq saat 9:48-dir. Kərim telefona baxa-baxa, operatordur bu adam. Gəlir və girir içəri. İçəridə biraz oturur. Saat 9:48-dən sonra Doqquz 49 16-cı saniyədə ekranda sirkələnmə baş verir. Bundan görsənir ki, işə salınır aparat və səs-küyə cəmaət orada olan işçilər yığılır. Bu Kərimdən soruşanda ki, sən görmürdün onları orada. Deyir, xeyr, mən onları görmürdüm. Yaxşı, bunları görmürdü. Baxın, onunla gəldiyi otağın qabağı ilə yuxarıda
olan şəxslərin ara məsafəsi 5-6 metrdir. Bunları görmədi. Onların orada gördükləri iş isə preoperatorla e, beton təmizləyirlər dəmirdən. Bəs yaxşı, onların o preoperatorun səsini də eşitmirdi. Bunlar tutar içəridə olub bunu görməyib. Bəs o səsi necə eşitmədi? Oturub otaqda qapını da örtüb, o plastik qapı pəncərə bir o qədər səs buraxmır içəri. Yaşlı bir adamın qışqırmaq səsinə dərhal çölə çıxır. Amma preoperatorun dəmirə vuranda isə o adamın səsindən qat-qat yüksək səs gəlir. Bu səsi eşitmirdi ki, bu fəhlələr içəridə preoperatorun gurultu ilə işləyən bir səsi var. Dəmirə dəyəndə də o səs 2 qat artır. Bunu görmürdü, bunu eşitmirdi. Hətta biz istintaq vaxtı vəsadət yazmışdıq. O Kərim deyir ki, mən telefonla ailəmlə danışırdım. Mən isə əminliklə dedim ki, o telefonla danışmırdı. O sadəcə içəri qardaşımın girməyin telefonla müşahidə eləyirdi. Bunu vəsadət yazdıq, sübutların götürülməsi. Bunu təmin eləmədi. Prokuror bunu təmin eləmədi. Yəni, ən azından təmin eləyərdi, biz də görərdik ki, biz doğru mu düşünürük, yanlış mı düşünürük? Və artıq hadisə baş verib, qışqırıq səsinə çölə çıxır, dərhal içəri qayıdır. Sanki baş verəcək hadisədən xəbərdar imiş kimi. Bu qapını açıb çölə çıxan kimi içəri qayıtmaq, yuxarıdan olan adamdan soruşardı nə baş verdi deyə, nə olub, niyə qışqırırsan deyə, orada ləngiyərdi, amma dərhal içəri qayıdır. Və bu onun göstəricisidir ki, bu məlumatı var, bu bilirmiş, baş vermiş hadisədən öncədən xəbərdar imiş. Baxın, sanki təşviş içindədir. Nə oldu, necə oldu? Gələn adamlara baxın, hər kəs qaçır pilləkənə ki, yuxarı çıxsın. Bu hadisə baş verən yerə nə oldu deyə. Bu qaçan isə Orxandır. Baxın, Ələmşov Orxan içəri girir və hadisədən öncə yaxınlaşıb əyildiyi yerə əyilir, baxır. Kərimdən bunun özündən soruşanda ki, sən niyə içəri girirdin, niyə içəri baxdın hadisədən sonra? Hər kəs pilləkənə qaçırdı yuxarı çıxmağı üçün. Bu qayıtdı ki, mən baxırdım, görüm Kərim söndürüb aparatı. Dedim, soruşdum özündən təkrar ki, söndürmüşdümü? Dedi, hə, söndürmüşdü. Amma belə düşünək, bu aparatın manuel rejim deyilən bir rejim var. Hadisədən öncə bütün hamısı təsdiqləyir ki, siqnal səsi aparatda gəlirdi, aparat işləyirdi, hər şey qaydasındadır. Hadisədən təxminən 1 saat yarım sonra prokurorluqdan müstəntiq orada olubdur. Hadisə yerinə baxış keçirib və özündən soruşduq, dedi, bəli, aparat işləyirdi, aparatın siqnal səsi gəlirdi. Bəs yaxşı, bu hadisə vaxtı bu siqnal səsi niyə gəlməyib? Bu sual nə müstəntiq tərəfindən araşdırılmayıb, nə ekspertə təqdim olunmayıb, nə ekspertin heç bir cavabı yoxdur. Bu sualı biz prokurora da verdik və prokuror buna bir cavab verə bilmədi. Bu araşdırılmayıb. Bunların birbaşa aparata kənar müdaxilənin olduğunu göstərən amillərdir. Bu aparata kənar müdaxilə olmasaydı, siqnal səsi gələrdi. Start knopkasını vuranda aparatdan 5-6 saniyə siqnal səsi gəlir. Aparat işə düşmür, siqnal səsi gəlir. Güclü paravoz siqnal səsidir. Və 5-6 saniyədən sonra siqnal səsi dayanır. Növbəti 5-6 saniyədən sonra aparat başlayır işləməyə və bu müddətdə mümkündür ki, bir adam oradan bir dəfə çıxar, bir dəfə qayıda, təkrar çıxmağı mümkündür oradan. Bu aparata da aparat işlək olubdursa, bunlar özləri təsdiqləyir ki, aparat işləkdir. Yaxşı, hadisə vaxtı bu siqnal səsi niyə gəlməyib? O manuel rejimə qoyulması üçün 3-4 saniyə bunu yığan
Bunu yığan ustaların, mütəxəssislərin dediklərinə görə 3-4 saniyə vaxt lazımdır ki, manuel rejimə qoyulsun. Bu manuel rejimə qoyulmasaydı siqnal səsi gələrdi və manuel rejimə qoyulması da göstərir, müşahidə kamera göstərir, aparata kənar müdaxilə kompüter vasitəsilə qoyulur və kompüterə də kənar müdaxilənin olduğun göstərən müşahidə kamerası göstərir ki, Orxan Ələmşovdan başqa ora heç kim müdaxilə eləmir. Təkrar qayıdır yuxarı, sərbəst. Baxın, görün, gələn adamlara baxın, hamısı qaçır yuxarı. Orxandan başqa bir adam girmir ora. Hadisədən öncə girir, qoyur manuel rejimə. Hadisədən sonra ora qaydanda görsənən odur ki, o manuel rejimdən çıxartmaq istəyirdi. Kərim avtomatdan söndürüb, gəlir baxır ki, ekranda heç nə yoxdur. Avtomatdan söndürəndə kompüter də sönür. Ona görə də baxır ki, heç nə yoxdur, qayıdır. Ekran işləmir. O ekran işləsəydi təkrar müdaxilə edib manuel rejimdən çıxardacaqdı. Mən Laçın rayon məhkəməsində gedən cinayət işi üzrə zərər çəkmişin hüquqi varisinin nümayəndəsi Elmir Əhmədovun vəkili və nümayəndəsiyəm. Kazımov Osman Əlişirinoğlu, 16 saylı vəkil bürosunun vəkili. Artıq xeyli vaxtdır bu məhkəmə prosesi gedir. Mən məhkəmə prosesinə sonradan qoşulmuşam. Məndən əvvəl vəkil olub və şahidlərin dindirilməsində əsasən o iştirak edib. Təqsirləndirilən şəxsin şahidlərin dindirilməsində Zabil Qəhrəmanov iştirak edib. Mən məhkəmə prosesinə sonradan qoşulmuşam və iş materialları ilə tanış olmuşam, cinayətçi materialları ilə. Orada çoxsaylı ziddiyyətli şahid ifadələrinə rast gəlmişik. Məhkəmə iclas protokoluna qismən tanış oldum, çünki iclas protokolu tam hazır deyildi. Və qoşulandan sonra vəsadət verdim. Orada məndən əvvəl dindirilmiş şahidlərin yenidən dindirilməsi ilə əlaqədar. Çünki mən baxdım ki, orada şahidlərin ifadələrində və məhkəmədə verilmiş ifadələrdə ziddiyyət var. Eyni zamanda mən video yazıya baxdım. Hadisə baş verən günü, hadisə baş verən ərəfələrdə olan video yazılar var və video yazılarda şahid ifadələri ilə ziddiyyət təşkil etdiyini gördüm. Yəni video yazılar obyektiv sübut növü hesab edilir qanunvericiliyə görə və obyektiv sübut növü hesab edildiyinə görə də şahid ifadələrinə şübhə ilə yanaşmaq olur, amma video yazıya şübhə ilə yanaşmaq olmur. Mən onu əsas gətirərək şahidlərin dindirilməsinə dair vəsadət verdim. Məhkəməyə sədrlik edən Laçın rayon məhkəməsinin sədri heç bir əsas göstərmədən bizim vəsadətləri rədd elədi. Yəni, belə hesab elədi ki, bu vəsadətlər təmin oluna bilməz, güya şahidlər dindirilib. Mənim şahidlərə verəcəyim suallar var, mən vəkiləm və prosesdə iştirak edirəm. Çox təəssüf ki, Cavad İbrahimov bizim vəsadətləri təmin etmədi. Bundan sonra biz bir sıra başqa vəsadətlər verdik. Mütəxəssisin dəvət edilməsi ilə bağlı, ekspertin dəvət edilməsi ilə bağlı. Məhkəmə yenə bu vəsadətlərimizi heç bir əsas olmadan təmin etmədi. Halbuki qanunvericiliyin tələblərinə görə həmin vəsadət bilavasitə ittihama aid olduğu üçün məhkəməyə sədrlik edən hakimin, iş icraatında olan hakimin həmin vəsadətləri rədd etmə hüququ yoxdur. Yəni, qanun bu hüququ onlara vermir. Və məhkəmə prosesi davam etdi. Biz Kərim Kərimli ilə təqsirləndirilən şəxsə çoxsaylı suallar verdik. Kərim Kərimov həmin müəssisənin operatoru vəzifəsində işləyib və onun verilən ittihama görə güya Kərimin təhlükəsizlik qaydalarına əməl etməməsi nəticəsində bu cinayət hadisəsi baş verib. Amma əslində biz başqa şeyin şahidləri olduq. Deməli, o beton qarışdıran, indi bir dəfə artıq sizin verilişiniz gedib, məlumat verilib. Elgün Əhmədov beton qarışdıran aparatda, beton qarışdıran aparatın işə düşməsi nəticəsində həyatını itirib və biz çoxsaylı şahid iş materiallarındakı şahid ifadələrindən gördük. Eləcə də digər hadisə ilə cinayətçi materiallarındakı digər sübut növləri ilə müəyyən olunurdu ki,
beton qarışdıran aparatda olan siqnallar işə düşməyib həmin ərəfədə, hadisə ərəfəsində. Və o nədən ibarətdir? Yəni orada beton qarışdıran aparat operator otağından idarə olunur. O beton qarışdıran aparatın mikselinə, beton qarışdırana daxil olanda aparatın sağ küncündə düymə var. Həmin düymə basılır. Düymə basılanda operator otağında yerləşən kompüterə işıq siqnalı gedir. Ki aparatın içində düyməni basıb girirlər aparatın içinə. Və o işığın yanıb sönməsi ilə müəyyən olunur ki, aparatın içində şəxs var və işləyən fəhlələr var. Ona görə də o nəzarətdə saxlanılır. Fəhlələr işi qurtarıb çıxandan sonra həmin düyməni basırlar, çıxırlar. Yəni bundan sonra operator otağında işləyən şəxs, operator işləyən şəxs Kərim Kərimli həm fəhlələr işə başlayarkən, həm də iş qurtardıqdan sonra nəzarət eləməlidir ora. Gedib yoxlamalıdır. O siqnallardan başqa gedib yoxlamalıdır ki, mikselin içində, beton qarışdıranın içində fəhlə var, yoxsa yoxdur. Yəni bu hallar işıq siqnalı işə düşməyib, işləməyib, görünmür. Ondan sonra o operatorun deməli aparatı işə salması üçün ikinci siqnal var orada, səs siqnalı var. Səs siqnalını işə salırlar və səs siqnalı 11 saniyə, səs siqnalı 5 saniyə siqnal verilir, 5 saniyə, 5-6 saniyədə belə arada müddət arasında 6 saniyədə də sonra 5 saniyədən sonraki 6 saniyədə artıq beton qarışdıran aparat işə düşür. 11 saniyədən sonra aparat vurulduqdan 11 saniyə sonra aparat işə düşməlidir. İşləməyə başlayır. Bu 6 saniyə nə üçündür? O səs siqnalının getdiyi dövr. O da xəbərdarlıqdır. Artıq aparatın içində adam varsa, o səs siqnalı veriləndə dərhal aparatdan çıxmalıdır. O 6 saniyə imkan verir ki, aparatın içində olan şəxs çıxsın aparatdan. Və bundan sonra beton qarışdıran özü işə düşür. İstintaq materialları ilə, cinayətçi materialları ilə müəyyən olunur ki, səs siqnalı da işləməyib həmin gün. Amma cinayətçi materialları ilə eyni qaydada müəyyən olunur ki, hadisədən qabaqki gün, yəni smen belə desək, smen dəyişəndə aparat saz vəziyyətdə olur. Həm saz siqnalı işləyib, həm də işıq siqnalı işləyib. Elgün rəhmətə gedəndən sonra aparatdakı qabırğaları sınır, ağır xəsarət alır və dərhal rəhmətə gedir. Rəhmətə gedəndən sonra gəlib aparatı yoxlayanda həmin aparat sonra hadisə vaxtı işləmir. Hadisədən sonra indi deyirlər ki, işlədi. Yaxşı, necə olur ki, bu bir gün əvvəl aparat işləyir, rəhmətə gedəndə işləmir, sonra biz mütəxəssislərlə bu barədə söhbət elədik ki, xüsusən yəni səs siqnalı ilə işıq siqnalının arasında olan o əlaqəni tutaq ki, işıq siqnalı işləmirsə, bunun səs siqnalına aidiyyəti varmı ki, yəni o da eyni vaxtda texniki problem olarsa sıradan çıxmalıdırmı? Bütün bizim soruşduğumuz şəxslər, aydınlaşdırdığımız şəxslər deyirlər ki, belə ola bilməz. Mütləq o işləməyəndə işləyir. Sadəcə səs siqnalı ilə işıq siqnalının o arasındakı o iş prinsipinin məsələsi ondadır ki, səs siqnalı əvvəl işə düşür. Səs siqnalının, yəni işıq siqnalı, üzr istəyirəm, işıq siqnalı əvvəldən işləyir və göstərir ki, aparatda adam var. Sonradan səs siqnalı, fəhlələr çıxandan sonra. Yəni orada heç bir əlaqə yoxdur. Orada işıq siqnalı işləmirsə, səs siqnalı mütləq işləməlidir. Səs siqnalı, işıq siqnalı işləmirsə, səs siqnalı gedəndən sonra aparat əgər vurulmayıbsa o knopka, aparat işə düşə bilməz. İstintaq nə eləyir? İstintaq zamanı araşdırma aparılır. Orada bir əsas məsələ araşdırılmalıdır ki, aparata müdaxilə olunub-olunmuyor. Səs siqnalı və işıq siqnalı işləmirsə, aparata müdaxilə mütləq təsirdən söhbət gedir ki, kənar təsir olub-olmayıb. İstintaq bu barədə araşdırma aparmayıb. Sadəcə bir neçə şahid ifadəsi ilə kifayətləniblər. Və biz cinayət işi materialları ilə tanış olarkən hadisənin ilkin baxış protokolu var. İlkin baxış protokolu mən indi sizə təqdim eləyəcəm. İlkin baxış protokolunda göstərilir ki, deməli, aparata gedən naqil çıxarılmış vəziyyətdədir. Yəni, deməli, biz ilkin baxış protokolundan müəyyən elədik ki,
həmin ilkin baxış protokolunda göstərilir ki, bu istintaqın ilkin sənətidir. İlkin sənətidir. Hadisə yerinə baxış keçirirlər. Hadisədən bir neçə saat sonra, təxminən 2 saat yarım sonra baxış keçirirlər və baxış zamanı müəyyən olunur ki, o aparata girmək üçün aparatın sağ tərəfində düymə var, knopka var. O knopkaya gedən naqil çıxarılıb. Və baxın, burada müstəntiq özü yazıb ki, naqil çıxarılmış vəziyyətdədir. Naqil çıxarılmış vəziyyətdədir. Görürsünüz, orada mən qeyd eləmişəm, xətt qoymuşam ki, orada bax, yazılıb o. Mən bunu oxuyandan sonra mən artıq gördüm ki, burada aparata təsir var, müdaxilə var. Niyə mən bu fikrə gəldim? Çünki mən cinayət işi materialları ilə tanış olandan sonra Elmirlə birlikdə getdik Laçın rayonuna. 2 məsələyə görə getdik orada. Birinci məsələ ondan ibarət idi ki, Kərim Kərimov ifadəsində göstərirdi ki, mən operator otağından çıxıb gedəndən sonra 5-6 dəqiqə sonra qayıtdım. Qaydanda elə fikirləşdim ki, işıq siqnalı görünmədi yenə. Elə fikirləşdim ki, mən gedib qaydana qədər Elgün Əhmədov və Cəfərov Yaqub var fəhlə. Onlar aparatdan çıxıblar. Ona görə də mən aparatı işə saldım. Əslində o hətta onu fikirləşməməli idi. O gedib yoxlamalı idi. Yəni burada təhlükəsizlik qaydalarına, o cinayətkarcasının özünə güvənib bu adam. Yoxlamalı idi, yoxlamayıb. Və mən biz birlikdə, yəni o video yazılara baxanda mən gördüm ki, bu adam yalan danışıb. Söhbət hadisənin baş verdiyi Hadisənin baş verdiyi andan söhbət gedir. Kərim Kərimov aparatdan düşüb, beton qarışdıran aparatdan düşüb, gedəndən 1 dəqiqə 9 saniyə sonra qayıdır geri. Amma o göstərir ki, mən 5-6 dəqiqə sonra qayıtdım. Tualetə getdim, qayıtdım. Belə deyir ifadəsində. Və ona görə də mənim üçün həm də maraqlı oldu ki, bu 1 dəqiqə 9 saniyə bu vaxt niyə gizlədilsin ki? Və ona görə getdim Laçına, həm də bu ilkin baxış protokoluna görə getdim. Getdik biz Elmir Əhmədovla zərər çəkmişin hüquqi varisi ilə ora və beton qarışdıran aparatda operator otağından operator Kərim Kərimovun təqsirləndirilən şəxsin getdiyi ərazini ölçdük. Həmin yerdən ifadəyə görə üzr istəyirəm, tualetə qədər olan məsafəni bu 357 metr verdi gediş. Gediş və gəliş artıq bu 750 metrdən artıq təxminən çox eləyir. Yəni bilərəkdənləngimə məsələsi. Ləngimək söhbəti deyil, indi mən sizə deyəcəm. Ləngimək söhbəti deyil. Və bu artıq 750 addımda, 750 addım belə deyək elədi. 2 gedib qayıtmaq. 750 addımı, mən hətta məhkəmədə də onu dedim ki, 150 mən keçdim bunlara 600 addım. 600 addımı 1 dəqiqə 9 saniyə getmək mümkün deyil, heç cürə mümkün deyil. Adi qaçışla, belə deyək, 1 dəqiqə 9 saniyə ancaq getmək olar, hələ də getmək olmaz bəlkə də onu, qaçışla. Amma Kərim Kərimov ayağında o nə deyirlər, çəkələk deyirlər də, çəkələk ilə gedir, gəlir güya belə, 1 dəqiqə 9 saniyə. Və bizə aydın oldu ki, artıq Kərim Kərimov vaxtı gizləyir. Niyə gizləyir? Kərim Kərimov ifadəsində göstərir ki, mən hesab elədim ki, onlar çıxıb gediblər. Həmin o 1 dəqiqə 9 saniyə gedilib qayıdılan məsafə Kərim Kərimova imkan verir ki, görsün ki, aparatdan çıxan adamlar çıxdılar, yoxsa çıxmadılar. Yəni o aparatdan, betona qarışdıran aparatdan pilləkənlə düşürsən aşağı, çıxırsan o ərazidə heç nə yoxdur, ağaclıq yox, bir qarışıqlıq yox. Kərim Kərimov mütləq görməli idi ki, aparatdan düşdülər və yaxud düşmədilər. O bu anı gizləmək üçün vaxt uzadır 5-6 dəqiqə deyir. 5-6 dəqiqəyə. Bax bu 1 dəqiqə 9 saniyə 5-6 dəqiqə olunmasının səbəbi, əsas səbəbi odur. Kərim Kərimov öz yalanını gizlətmək, pərdələmək üçün vaxtı çəkir. Bu birinci. İkinci məsələyə biz getdik, aparata çıxdıq, beton qarışdırana, o aparatın sağ küncündəki düyməyə baxdıq və o düymədə naqilin çıxarılması məsələsi idi. Mən baxdım ki, eləcə də video çəkilişini apardıq orada. O naqilin çıxarılması, yəni mən fikrimə baxmaq istəyirdim ki, o naqil təsadüfi hadisə nəticəsində çıxa bilər, çıxa bilməz. Yəni fəhlə gedəndə ayağı ilişər çıxar, yaxud lapatkası dəyər çıxar, belə bir şey ola bilər.
Və biz ona baxanda gördük ki, o naqil aşağıdan, o pol desək, polun altından keçir, o üst səthə çıxmır o naqil. O naqilin çıxması heç cürə mümkün deyil. Ona yalnız müdaxilə ilə çıxarmaq olar. Yəni, aparatın qapağı açılmalıdır. Açılandan sonra o naqil, düymüyə birləşdirilən naqil açılmalıdır, çıxarılmalıdır. Başqa cürə mümkün deyil, müdaxiləsiz mümkün deyil bu. Və biz bunu da aydınlaşdırdıq və mən məhkəmə istintaqı dövründə o məsələyə toxunmadım. Niyə toxunmadım? Mən görürdüm ki, biz hansı vəsadəti veririksə, hakim rədd edir. Hansı məsələni araşdırırıqsa, hakim ondan imtina elətdirir. Hətta elementar bir şeyi mən sizə deyim. Kərim Kərimov hadisədən az bir neçə dəqiqə əvvəl miksel olan yerdən, beton qarışdıran olan yerdən düşür aşağı pilləkənlərlə. Düşür aşağı və pilləkənin böyründə olan lapatkanı götürür, gedir və gedən ərəfədə də dönür çox müəmmalı şəkildə yuxarı baxır. Deyəcəm niyə? Operator ümumiyyətlə birlə nə iş görür? Mən maraqlı sualdır. Mən o sualı ona verdim və mən o sualı verdim Kərim Kərimova ki, Kərimov, bax siz hadisədən bir neçə dəqiqə əvvəl düşürsünüz aparatdan, lapatkanı götürürsünüz. Gah deyirsiniz ki, kafedə yemək yeməyə gedirdim, çay içməyə. Gah da ifadənizdə də yazmışsınız ki, tualetə gedirdim. Bax, kafedə lapatka sizə nə üçün lazım idi? Çay qarışdırırdınız və yaxud tualetdə biraz da başqa şeydə dedim ki, nə üçün lazım idi? O Kərim çaşdı. Dedi ki, mən çox həyəcanlı idim, ona görə götürdüm. Mən də onu fikirləşdim də. Mən hiss elədim ki, o lapatkanın götürülüb getməsi plan, o hansıysa bir qeyri-hadisənin təsiratdadır bu adam. Qeyri-iradi lapatkanı götürür. Operatora aid olmayan bir şeyi götürür bu və tualetə gedirsə lapatka nəyə lazım, yeməkxanaya gedirsə lapatka nəyə lazım. O dedi ki, həyəcanlı idim, çox həyəcanlı idim. Mən də sual verdim, növbəti sualı ki, bax, hadisənin hələ baş verməsinə bir neçə dəqiqə var. Hadisə baş verməyib. Rəhmətlik aparatdadır, mikseldədir, Elgün, Yaqub da oradadır və heç bir hadisə yoxdur. Siz nədən həyəcanlanırsınız ki? Nə idi səbəb? Həyəcanınıza səbəb nə idi? Nəyin təsiratlıydınız siz? Belə olanda Cavad İbrahimov dedi ki, siz bu suala cavab vermək istəyirsiniz Kərim Kərimova. Yəni, bu o deməkdir ki, hakim, bu suala cavab vermə. O da dedi ki, mən bu suala cavab vermək istəmirəm. Növbəti məhkəmə prosesində mən o sualı bir də təkrar verdim ki, mən bu sualıma cavab almaq istəyirəm. Siz nəyin təsiri altında olmusunuz ki, qeyri-iradi lapatkanı götürürsünüz, sizə aid olmayan bir şeyi götürürsünüz. O yenə həmin şey dedi, həyəcanlıydım. Sonra qayıtdır ki, sement gəlib çıxmayacaqdı, ona görə həyəcanlıydım. Sementin operatora nə dəxli var? Sementin lapatkaya nə dəxli var? Yəni, belə şeylərdə hakimin ədalətsizliyin gördüm, obyektiv olmadığını gördüm və prokuror da sustu. Dövlət ittihamçısı sustu. Əslində, ittiham müdafiə edən prokuror indi o ittihamı tək onu müdafiə eləməli deyil ki, həm də nəzarət eləməlidir, araşdırmada iştirak eləməlidir ki, burada daha ağır cinayətin əlamətləri var. Digər məsələ ondan ibarət idi ki, Kərim Kərimov miksel olan yerdən, beton qarışdıran olan yerdən düşüb lapatkanı götürüb gedəndən sonra burada bir şahid var, Orxan Ələmşahov. Orxan Ələmşahov pilləkənlə düşür və qaçaraq girir operator otağına. Kərim Kərimov haradaysa bir 50 metr artıq aralanıb. Qaçaraq girir operator otağına, əyilir təxminən 5-6 saniyə operator otağında əyili vəziyyətdə video görüntülərdən bunlar görülür. Hansıysa bir işi görür orada. Operator otağında orada girdik, baxdıq. Bir dənə masadır, stoldur, belə desək. Stolun da üzərində kompüterdir. Kompüterdir və kompüterdə gələn siqnalları qəbul edir və aparatın işə düşməsi üçün siqnal oradan verilir. Ki, orada başqa heç bir şey yoxdur. Orxan Ələmşahov girir ora, sonra çıxır, gedir. Və Kərim Kərimov gəlir, bir əlində telefonla danışa-danışa gəlir, hiss olunur, görünür də, video yazıdan görünür. Və girir operator otağına, təxminən bir dəqiqə, belə çəkir, bir video yazdığı vaxtlar var, aparat işə düşür. O aparatla, beton qarışdıranla operator otağının arasından naqil ki gedir, qalın naqil. O başlayır titrəməyə. Titrəməyindən hiss olunur ki, vuruldu, aparat işlədiyinə görə titrəyir. Və bu zaman Yaqubun qışqırığı, oradakı dayan, öldürdün, belə deyirlər, şahid ifadələrində belə deyirlər.
Kərim çıxır çölə, yuxarı baxır, əli ilə işarələr verir, bir də qaçır, girir içəri. İndi o ifadəsində göstərir ki, aparatı söndürdüm. Ki Yaqub deyir ki, dayan, neynədin, öldürdüm. Mən ona görə aparatı söndürdüm. Və biz Kərimə, Orxan Ələmşahov hamı qaçır, gəlir səsə ki, ölüm səsində. Kərimin, Yaqubun səsinə gəlirlər, kafedən, kənar yerlərdən gəlirlər. Hamı yuxarı qalxır, miks elə, beton qarışdırana ki, Elgün oradadır, qalıb beton qarışdıran maşında, hələ məlum deyil, ölüb, ölməyib, hamı ora qalxır. O həmin şahid ki var, Orxan Ələmşahov, o gəlir, operator otağına girir. Yəni, operator otağına bu adamın heç bir aidiyyəti yoxdur. Birinci dəfə girir 6 saniyə, əyilir orada nəysə işləyir. İkinci dəfə də ölüm hadisəsi baş veribsə, hamı yuxarı... Hadisə yerinə getmir. Hadisə yerinə getmir, video görüntülərdən bu görünür hamısı. Girir operator otağına, nəyəsə baxır orada. Mən indi o məsələni araşdırmaq üçün mən baxdım ki, o məsələlərlə bağlı ciddi araşdırma getməyib. İlkin istintaq zamanı prokurorluqda Orxan Ələmşahov ifadəsində göstərir ki, mən ümumiyyətlikcə beton qarışdırana getməmişəm. Mən saat 7-dən oturmuşam kafedə, yemək yemişəm, çay içmişəm, falan eləmişəm. Amma orada olmamışam. Güya belə deyir o. İfadəsi var, ifadəsində elə yazılıb bu adamın. Amma bu məsələ də ciddi araşdırılmır ki, axı video yazıdan görünür ki, sən oradasan. Video yazıdan görünür ki, sən yuxarıdan düşürsən. Video yazıdan görünür ki, sən qaça-qaça tələsik girirsən operator otağına. Amma ifadəndə deyirsən ki, mən orada ümumiyyətlə heç olmamışam. Ümumiyyətlə, onun öz kamerada olan görüntülərindən xəbəri yox idi ki. O ağlına gəlməyib də. Ondan da başqa, axı işə baxan müstəntiq, prokurorluğun müstəntiqi, ifadəni izahata alan müstəntiq, əvvəla o çox gec ifadə verib hadisədən, görünür tapa bilmirmişlər, ya getmirmiş. Bu məsələni araşdırmalıdır axı. Video yazı var, müstəntiq video yazıya baxır, video yazıya uyğun olaraq suallar verməlidir, araşdırmalıdır, araşdırma yoxdur. Məhkəmə prosesində bu məsələyə səhti yanaşırlar. Mən vəsadət verirəm ki, mütləq dindirir. 2 dəfə vəsadət verirəm, Elmir vəsadət verir, o digər vəkil vəsadət verir. Hakim gedir, gəlir içəri, deyir ki, vəsadət təmin olunmasın. Niyə təmin olunmasın? Bax, mən video yazı, sənin məqsədin nədir? Araşdır, həqiqəti çıxart da üzə. Yəni, belə şeylər var. O işdə belə şeylər var. Və biz bununla əlaqədar hakimə etiraz verildi digər vəkil tərəfindən. Bu məsələlərin hamısına toxunuldu orada. Yenə gedir, gəlir, deyir ki, baxılmamış saxlanılsın. Qanunvericilikdə bir dəyişiklik eləyiblər, vəsadətlərə baxılmamış saxlanılması. Bu, məhkəmə istintaqın güya vaxtsız uzatma idi. Amma əksinə bu hakimlərə imkan yaratdı ki, hakimlər qanunsuz, əsassız qərarlar qəbul eləsinlər və bu maddədən də hakim Cavad İbrahimov istifadə eləyir. Baxılmamış saxlanır. Bütün mən də, Elmir də vəsadət verdi, onu da baxılmamış saxlanılsın məsələsi qoydu. Mən hələ vəsadət verməmişəm, hakimə etiraz protokola verdim hərəkətlərinə ki, hakimin hərəkətlərinə mən etiraz eləyirəm. Amma hakimin özünə işə Laçın rayon məhkəməsində baxılmamasına vəsadətimiz olacaq bu barədə. Araşdırma olacaqdır. Yəni, belə bir şəraitdə hakimin bu mövqedə olması çox qaranlıq bir sual yaradır ki, niyə bu mövqedədir? Axı, insan ölüb, cavan insan ölüb. Vəsadət vermişik ki, Kərim Kərimov barəsində həbs qətimkan tədbiri seçilməlidir. Niyə seçilməlidir? Kərim Kərimovun törətdiyi cinayət az ağır cinayətdir və ağır nəticələrə səbəb olmuş cinayətdir. Kərim Kərimovun hərəkəti nəticəsində cavan bir insan həyatını itirib. Bundan başqa Kərim Kərimov başqa şəxs haqqında yalan ifadə verir, bilə-bilə. Orada Rəşad var. Rəşad Falcom MMC-də təhlükəsizlik məsələləri üzrə, belə desək ki, rəhbər vəzifəli şəxs odur, məsul şəxs odur. Hamısı ifadələrində göstəriblər ki, hamısı göstərməyib. Müstəntiq o ifadəni alıb ki, güya Rəşad səhər-səhər gəlib, hamıya təlim verib, imza elətdirib, qol çəkdirib. Rəşad öz ifadəsində göstərir ki, mən heç həmin gün orada olmamışam. Orada olmamışam. Yəni, bu adam məhsul şəxsdir. Şəxs sözü deyir, mən olmamışam. Bunlar ifadə alırlar ki, yox, oradaydı, qol da çəkdirib. Və Kərim Kərimov da deyir ki, Rəşad gəldi, səhər bizə qol çəkdirdi, təlim verdi, filan elədi.
Yalan danışır. Özü Məsuliyyəti həmin şəxsin üzərinə. yox, onu məsuliyyətdən kənarlaşdırmaq üçün eləyiblər. Yəni söhbət təqsirləndirilən şəxs yalan ifadə verə bilər, ifadə verməyə bilər. Bu prosessual qanunvericilik bunu müəyyən eləyir. Yəni özünə qarşı ifadə verməyə də bilər. Amma Kərimin verdiyi ifadə axı başqa şəxsə münasibətdədir. Başqa şəxsin törətdiyi cinayət barədə yalan ifadə verir. Özü ilə bağlı yalan ifadə verə bilər, verməyə bilər. Yəni budur. Bununla əlaqədar vəsadət verdik ki, qətimkan tədbiri həbs seçilməlidir bu adam barəsində. Həm də aşkar görünür ki, məhkəmənin gedişatında bu adam maneçilik törədir. Yalan ifadə, həqiqətin açılmasına mane olur. Yenə müzakirə elədilər. Dövlət ittihamçısı durur, deyir ki, mən hazırki şəraitdə Kərimin barəsində həbs qətimkan tədbiri seçilməsini əsas görmürəm. Necə əsas görmürsən? 2 ildən artıq azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Düzdürmü? Düzdür. Başqa şəxs haqqında yalan ifadə verirmi? Verir. Cinayətin gizləyir. Kərimin azadlıqda qalması Kərim Kərimovun cəmiyyət arasında mənfi qarşılanır. İnsanlar fikirləşirlər ki, burada insan ölüb, cavan bir insan ölüb, həyatını itirib, hər şeyi qoyuruq qırağa, müdaxiləni də, filanı da qoyuruq. Hesab eləyirik ki, bax, istintaqın gəldiyi nəticə şərtən də desək ki, doğrudur. Bu şəxs yəni təhlükəsizlik qaydalarına əməl etməyib, insan ölüb. İnsan ölüb axı. Və cəmiyyətə pis təsir eləyir. İnsanlar qıcıqlıdır, qəzəblidir ki, necə olur bu adi bir ictimai qaydanı pozan bir şəxsə götürürlər, 30 sutka verirlər, basırlar içəri. Orada cəriməsi də olur, filanı da olur. Bunu eləmirlər, amma insanla ölümü ilə nəticələrini barədə saxlayırlar. Bu cəmiyyətə Avropa məhkəməsi belə məsələlərdə qətimkan tədbirinin seçilməsi məsələsində yəni hesab eləyir ki, cəmiyyətə pis təsir eləyirsə qətimkan tədbiri seçilməlidir. Bu hallar ola əsas budur da. Bundan başqa nə qədər böyük əsas olmalıdır? Seçmədilər. Hakim bunu da rədd elədi. Bu vəsadəti də rədd elədi. Sonra digər məsələ orada. Süleyman İmranov adlı şahid var. Bu şahidin verdiyi ifadə, istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət var. Bu şahid istintaqda ifadəsində göstərir ki, Elmiri biz gətirdik, Dünyamalı var orada, idarəçiliyi həyata keçirən şəxsdir. Qeyri-rəsmi, kimdirsə bilmirik də. Onun yanına o orada dedi ki, bizi qarşılayan Orxan Ələmşahov oldu. Onun yanında bildirildi ki, operator vəzifəsinə təyin olunacaq, işləsin, öyrənsin, müvəqqəti fəhlə işləsin, həm də ambar məsələsi. Ambar da ona həvalə olunacaq, yəni Elgünə. Bu məsələ ciddi məsələdir, araşdırılmayıb. O şirkətin ambarının açarları operatorda olur. Operator ora nəzarət eləyir. Həm maaşı yüksəkdir digərlərinə nisbətdə, həm də ambara nəzarət eləyir. Orxan Ələmşahovun, Süleyman İmranovun, Abbas və Novruzəli adlı şəxslərin birgə iştirakı ilə Dünyamalı qəbul eləyir. O fikirləri deyir. Sonra mən üzr istəyirəm, Süleyman xahişçidir orada. Abbas Novruzəli və Elgün gələrkən şirkətə bunları Orxan Ələmşahov qarşılayır və Dünyamalının kabinetinə aparırlar, xidmət otağına. İfadələrdə elə də yazılıb. Orada söhbət olur ki, bu operator vəzifəsinə gəlib, orada işləyəcək, operator işləyəcək, amma əvvəl fəhlə kimi qeydiyyata almalıdırlar bunu, işə qəbul eləməlidirlər. Operator işini öyrənəndən sonra təyin eləməlidirlər operator vəzifəsində. Operator vəzifəsində eyni zamanda Orxan Ələmşahov iddialıdır. Mən qeyd elədim, axı, orada həm ambar məsələsi var, həm operator məsələsi var. Sonra Orxangillə bu Abbas və Novruzəli aparırlar, ərazini göstərirlər, iş yerini göstərirlər. Sonra qayıdırlar yenidən Dünyamalının yanına. Niyə deyirik bu məsələni? Biz orada motiv məsələsi var da. Hamı sual verir ki, axı, niyə bu hadisə baş versin? Nədən şübhələnirsiniz? Biz də deyirik ki, bax, bu məsələlər var. Buna da istintaq üstündən keçib, səhti keçib. Süleyman İmranovun ifadəsində də var. Bu fəhlə işinə başlayan kimi dərhal başlayırlar bunu ardıcıl 2 gün. Beton qarışdırana fəhlə işini aparırlar, salırlar o mikserin içinə. Yəni bu adamlara deyilib ki, bu operator işinə gəlib də, bilə-bilə və bunları da
təşkil edən Orxan Ələmşahovdur. Ona aparata gir deyən Orxan Ələmşahovdur. Həmin hadisə günü də Orxan Ələmşahov deyir və video yazıdan da görünür ki, hətta bunların arasında əl-qol şeyi var, gərgindir münasibət. İstintaq götürür, bütün şahidlərdən ifadə alır ki, onların münasibəti çox yaxşı idi, bir-birini çox istəyirdilər falan bəşməkan, belə şeylər. Amma iş materiallarından görünür, Süleyman İmranovun ifadəsindən görünür ki, deyir, mən gördüm ki, Elgünün üstü tozludur, torpaqlıdır, batıqdır, deyir, mən Orxana dedim ki, sən bunu niyə o işə göndərirsən? Axı bu işə gəlməyibdir, özdə hər gün göndərirsən, acıqlı, aramızda mübahisə oldu. Sonradan istintaqdan, məhkəmədə üzr istəyirəm, Süleyman İmranovdan ifadə alırlar ki, mən onu zarafatla dedim, zarafatlaşırdılar onlar. Mən də zarafatla dedim, belə hal yox idi. Süleyman İmranovun bu ifadəsindən sonra Süleyman İmranov yalan ifadə verir də təbii ki. Ərizə ilə müraciət edir Laçın rayon məhkəməsinə ki, indi işi bilənlər deyir ki, sən həqiqəti danış da, niyə həqiqəti demirsən ki? Bu müraciət edir ki, mən yenidən ifadə vermək istəyirəm, həqiqəti demək istəyirəm. Bu ifadə ərizə daxil olur Laçın rayon məhkəməsinə. Məhkəmə baxışı olmadığı halda Laçın rayon məhkəməsinin sədri Cavad İbrahimov Laçından Süleyman İmranovu gətirdir Ağcabədiyə, Laçın rayon məhkəməsi Ağcabədidə yerləşir. Və ondan ərizə alır ki, Elmir təhdidi ilə mən o ərizəni vermişəm ki, yenidən dindirilməyə, mən ifadə vermək istəmirəm, mən hər şeyi danışmışam. Yəni, məhkəmə olmayan gün Laçın rayon məhkəməsinin sədri, hakimi, şahidi Laçından gətirdir Ağcabədiyə və iş materialına da baxanda biz gördük ki, orada ərizəsi də var. Ürəkləri soymayıb bir telegram da alıblar, vurdurublar. İndi o da araşdırılacaq yəqin ki. Sonradan məlum oldu ki, bu ki, niyə? Özün deyirsən ki, ərizə verirsən ki, gedib hər şeyi danışacağım. Sonra da deyirsən belədir. O yenidən ərizə yazdı və bildirdi ki, onu gətiriblər Laçından, zəng eləyiblər filan nömrədən. 2 nəfər gəlib, maşına oturdublar, gətiriblər məhkəməyə, məhkəmənin sədri onu hədəliyib ki, başına oyun açarıq, belə eləyər. Yəni, şahidə birbaşa təzyiqdir və məhkəmə arası günlərdə eləyiblər bunu. Biz araşdırdıq bunu, məhkəmə prosesində bu məsələ qabardıldı və hakim dedi ki, onu mən gətirməmişəm, özü könüllü gəlib. Dedim, necə gələrlər könüllü? Ayın 4-də bu adam gəlir, ərizə verir. Belə şey olur. 29-unda ərizə verir ki, mən yenidən dindirilmək istəyirəm. Ayın 4-də də 5 gündən sonra, 6 gündən sonra gəlir ki, mən ərizə dindirilmək istəmirəm, həqiqətin hamısını demişəm. Bir onu çağırın, görək bu adam niyə 2 il ərizə verib? Onu dindirəyin, dinləyəyin məhkəmədə. Prokuror durur, vəsadət verir ki, çağırın. Prokuror yenə durur, deyir ki, məhkəmənin mülahizəsinə. Hakim də deyir ki, ola bilməz, təmin olunmasın. Yaxşı, hörmətli dövlət ittihamçısı, sən dövlət ittihamını müdafiə edirsən və biz də deyirik ki, şahidə təsir olub, təzyiq var. Bunu siz də müdafiə eləməlisiniz ki, axı gəlsin görək, bu şahid niyə belədir? Yəni, prokuror da ki, məhkəmənin mülahizəsinə və belə olan halda, indi mən orada Süleyman İmranovun ifadəsi var idi. Amma gözləyirdim ki, görün bunlar nə reaksiya verəcəklər? Elmiri şərhləyirlər, zərər çəkəni ki, o təhdid edib. Ayın 18-də Süleyman İmranovun ifadəsi var. Süleyman İmranovun ayın 18 bir neçə ifadəsi var. Biri də ayın 18-də olan ifadəsi idi onun. Bir də 20-sində olan ifadəsi. 20-sində olan ifadəsi. 20-sində olan ifadəsində Süleyman hadisədən 5 gün sonra bir də ifadəsi var. Onun 18-də olan ifadəsi var. İfadəsində 20-sində olan ifadə budur. 20-si avqustda budur. İfadəsində mən deyənləri ki, indi deyir ki, mübahisə oldu Orxanla aramızda, onda heç Elmirin onda heç Süleymanla o məsələ ilə bağlı araşdırması yoxdur. İstintaq alıb o ifadəni. Elmir ona necə təhdid eləyib deyə bilər ki, get belə ifadə ver. Axı, hələ hadisədən 4 gün sonra, 5 gün sonra və 18-i də ifadəsi var. Süleyman İmranov ifadə verib
müstəntiq ifadəsini alıb. Necə ola bilər ki, sən götürüb yazdırırsan ki, Elmir təhdid elədi, mən getdim ərizə verdim. Sən ərizəni vermisən 29 avqustda, sentyabrda. 29 sentyabrda sən ərizə verirsən ki, yenidən dindirilim. Axı sənin birinci ifadən gedir avqust ayının 20-sinə düşür, 18-inə düşür. Necə Elmir sən təhdid eləyə bilər? Buna baxmayıblar. Sadəcə nə məhkəmə, nə prokuror işdə belə ifadənin olmasını bilmirlər. Mən də o ifadələri hələ elan eləmirdim ki, qoy görün bu oyunun axırı hara gedir. Mən məhkəmənin gedişində hakimə və prokurorun nəzərinə çatdırdım ki, siz yazırsınız ki, hörmətli hakim, Elmir təhdid eləyib. Axı Elmirin hələ Süleyman İmranovun avqust ayında ifadəsi var. Süleyman İmranov ərizəni verir sentyabr ayının 29-unda. Görün nə qədər ədalətsizliyin həddinə baxın. Həm orada şahidin dindirilməsinə imkan vermirlər, həm də zərər çəkmişin hüquqi varisin şərləyirlər ki, sən təhdid eləmisən bu şəxsi. Mən də sübutlarla danışıram da bunlarla ki, bax, sübut bunu deyir, siz bunu deyirsiniz. Və bununla da əlaqədar yenə hakimə etiraz verdik ki, biz etiraz edirik. Yəni, siz artıq aşkar görünür ki, təsir edirsiniz. Aşkar görünür ki, hökm çıxarmaq istəyirsiniz və bu işi bağlamaq istəyirsiniz. Siz obyektiv araşdırmanın qərəzlisiniz. Yenə də bizim vəsadətimiz təmin olunmamış saxladı. Ən sonuncu məsələ, mən indi bayaq sizə dediyim o ilkin baxış protokolun. İlkin baxış protokolundakı o halı sona saxlayırdım ki, orada hansıysa başqa oyun oynanılmasın. Cinayət işi materialları tədqiq olunarkən mən xahiş elədim ki, ilkin baxış protokolu elan olunsun. Sədrlik eləyən elan elədi, həmin cümləni ki, mən göstərdim, naqil çıxıb. O cümlənin üstündən keçdi. Mən xahiş elədim ki, təkrar elan eləyin, orada bir cümlə var, onu oxuyun. Sonuncu məhkəmədəki müstəntiq. Sonuncudan əvvəlki hələ. Mən xahiş elədim ki, təkrar oxuyun bir də, orada belə bir şey var. Oxudu, yenə üstündən keçdi. Dedi, belə bir şey yoxdur. Dedim, icazə verin, mən yaxınlaşım sizə, mən göstərəcəm. Mən oraya yaxınlaşana qədər ittiham aktından başladı oxumağa. İttiham aktından. İndi də ittiham aktından. O elə bildi ki, məni aldatdı bundan. Mən yaxınlaşdım, dedi, görsən bu, ittiham aktı. Dedim, mən ittiham aktı demirəm axı sizə. Mən sizə deyirəm, ilkin baxış protokolu. Və ilkin baxış protokolun oxudu, yenə dedi ki, yoxdur belə şey. 3 dəfə deyir, belə ki, yoxdur. Mən də yaxınlaşdım, katibə verdim, köməkçisinə. Dedim, al, buyur bunu oxu bu istəyəni. Köməkçi oxudu ki, bəli, naqil çıxarılmış vəziyyətdədir, belə bir şey var. Düyməyə gedən naqil çıxarılıb. Bundan sonra dövlət ittihamçısı durdu ayağa, dedi, bu çox şübhəli məsələdir, bu məsələ araşdırılmalıdır, mən rəhbərliyə məruzə etməliyəm bunu. Məhkəmə baxışı təxirə salındı. Təxirə salındı və orada bir məsələdə müzakirə olundu ki, müstəntiq gəlsin. Çünki mən orada bildirdim ki, məhkəmə texniki ekspertizası təyin olunarkən bu sual qoyulmayıb. Naqil niyə çıxıb? Naqilin çıxma səbəbi, aparatın işləməsinə təsirinin olub-olmaması, siqnallara təsirinin olub-olmaması, bu məsələ araşdırılan əsas məsələ budur. Bu da ekspertiza qarşısında sual qoyulmayıb və rəy alınmayıb. Məhkəmə ekspertin dəvət olunması ilə bağlı vəsadəti rədd elədi. Belə qərara gəldilər ki, müstəntiq İlqar Niftəliyev dəvət olunsun, dindirilsin. Və növbəti prosesdə, sonuncu bu prosesdə siz orada iştirak elədiniz. İlqar Niftəliyev dindirildi və mən həmin sualı İlqar Niftəliyevin qarşısına qoydum ki, niyə ilkin baxış protokolunda naqilin çıxarılması siz qeydə almısınız, amma ekspertiza qarşısında bu məsələni qaldırmamısınız. Bu dedi ki, mən sual vermişəm, ekspert orada cavab verməli idi, cavab da verib, qane eləyir. Dedim, o sual qoyulub, qoyulmayıb. Bu dedi ki, qoyulmayıb. Dedim, niyə? Səbəb? Bu dedi ki, müstəntiq ifadəsində göstərdi ki, orada məhkəmədə. Mən orada yazmışdım ki, sair məsələlər haqqında ekspert münasibət bildirə bilər. Sair məsələ nədir orada? Və bu sualın müstəntiq aşkar üstündən keçdi, yayındı. Dolayısıyla mən qulaq astım başqa şeylər danışmağa və siz şahid oldunuz. Mən də dedim, nə danışırsınız danış, mən o suala cavab almaq istəyirəm sizdən.
verilən sualdan yayınmağa başladı. Aşkar görünür. Müstəntiq də görün. O belə gəldi, ekspert belə. Dedim ki, mən qulaq asdım. Ekspert sualın axırı elədi ki, mən yazmamışam, amma başqa sual yazmışam ki, orada başqa məsələlərə münasibət, başqa məsələ nə ola bilər ki orada? Konkret sual qoy ki, naqil çıxarılmış vəziyyətdədir. Naqil öz başına çıxarıla bilər, çıxarıla bilməz. Naqilin çıxarılması səs və işıq siqnalına təsir edə bilər, edə bilməz. Kənar müdaxilə nəticəsində ola bilər və yaxud özü. Bu suallar, əsas suallar bu qalıb qıraqda, deyir mən başqa şey. Və orada bir şəkil göstərdi. Şəkil göstərdi ki, yuxarı hissəsində, aparatın yuxarı hissəsindən naqil sallanır, çıxarılmış naqil. Dedi ki, mən bu naqilləri nəzərdə tutmuşam. Mən bayaq o elan göstərdik də sizə. Orada konkret yazılır ki, aparatın sağ tərəfində olan düyməyə gedən naqillər çıxarılmış vəziyyətdədir. Yaxşı, sən yenə dedi ki, yox, mən onu nəzərdə tutmamışam. Yadınızdadırsa, mən dedim, oxudum da ki, ay qardaş, burada sən belə yazmışsan, bunu sən yazmışsan, mən yazmamışam. Və o deyəndə dedim, yaxşı, sən deyəni qəbul elədim. O yuxarıdan çıxarılan naqillər var. Araşdırmışsınız ki, ekspertə təqdim eləmişsiniz ki, o nə naqildir, hara naqildir, hardan çıxıb, niyə çıxıb, hara birləşdirilir. Dedi ki, yox. Yox, tamam da sən nəyi araşdırmısan ki? Nəyi araşdırmısan? Söhbət gedir aparata müdaxilənin olub, kənar müdaxilənin olub olmamasından. Bu da kənar müdaxilədir bir mənalı. Naqil çıxarılıb. Naqil öz başına çıxarıla bilməz. Araşdırılmalıdır ki, o naqil nəyə təsir eləyir? Aparatın fəaliyyətində onun rolu nədən ibarətdir? Hansı hissələri hərəkətə gətirir? Hansı hissələri birləşdirir? Onun çıxarılması nəyə təsir eləyə bilər? Kənar müdaxiləyə əlaqəsi ola bilər, bilməz. Əsas araşdırılma məsələ budur. Zərər çəkmişin hüquqi varisi də əvvəldən prokurorluqdan onun üstə durur ki, o məsələlər araşdırılsın. Ki, kənar müdaxilə var, yoxdur. Müstəntiqin də son sözü bu oldu ki, mən belə hesab edirəm. Mən hətta ona konkret sual verdim ki, belə olan bir şəraitdə ekspert rəyin tam, hər tərəfli hesab eləmək olarmı? O dedi ki, mən belə düşünürəm. Mən belə düşünürəm. Necə düşünürsən, sən? Naqil çıxarılıb, sən deyirsən ki, mən belə düşünürəm. Və mən yenə o fikirdəyəm, o düşüncədəyəm ki, ekspert dəvət olunmalıdır, təkrar ekspertiza təyin olunmalıdır və ekspert qarşısına sual qoyulmalıdır, aydınlaşdırılmalıdır. Bu məsələyə hakim birmənalı yox deyir. Və daha qəribə nə oldu? Elmir Geyil, zərər çəkmişin hüquqi varisi, burada baş prokurorluğun qəbulunda olublar, baş prokurorluqda ittiham idarəsində. Və orada məsələ qoyublar ki, bu iş geri qaytarılmalıdır, bu hallar araşdırılmalıdır hamısı, video yazı, ekspert rəyi, hamısı araşdırılmalıdır. Baş prokurorluq da o ərizəni göndərib prokurorluğa, Laçın rayon məhkəməsinə ki, bu məsələni işə əlavə edin. Laçın rayon məhkəməsinin sədri keçən prosesdə durur, deyir ki, mən bunu vəsadət kimi qəbul edirəm və müzakirəyə çıxarır. Baş prokurorun adına yazılmış ərizəni bu adam vəsadət kimi qəbul edir. Təzə bir şeydir bu. Qanunvericilikdə yenilik eləyirlər bunlar. Məhkəmə prosesində yenilik eləyirlər. Mən o vəsadəti mən verə bilərəm. Zərər çəkənin nümayəndəsi verə bilər. Təqsirləndirilən verə bilər və prokuror verə bilər. O kənardan gələn məktubu ki, işə əlavə olunsun, o eləyə bilər ki, bu məsələ işə əlavə olunsun, olunmasın. Amma ki, mən bunu vəsadət kimi qəbul edirəm. Bilirsiniz nə eləyir? O fikirləşirdi ki, biz onu vəsadət kimi qəbul olunsun və rədd eləsin. Ondan da sonra o öz işini davam elətdirsin. Mən də etirazımı bildirdim. Qulaq asandan sonra ki, görün prokurorun mövqeyi nə olacaq, işin geri qaytar. Prokuror dedi ki, mən heç bir əsas görmürəm, işin geri qaytarılmasını əsas görmürəm. Nətər görmürsən? O boyda naqil çıxarılıb oradan. Nətər əsas? Ekspert rəyi yarımçıqdır. O hallar araşdırılmayıb. Hüquqi qiymət verilməlidir ona. Ya burada eləməlisən, çünki artıq ağır cinayətin əlamətləri görünür burada. Qəsdən adam öldürmə. Bizim şübhəmiz var və mən indi iddia eləmirəm. Görürsünüz, mən heç vaxt demirəm ki, 100% o öldürüb. Deyirəm, qardaş, bu Elmir də onu deyir. Deyir, bu var, bu halları araşdırın, yoxlayın. Bəlkə mən yanılıram, bəlkə mən səhvəm. Hətta zərər çəkən deyir, qardaş ölüb o deyir. Mən də onu deyirəm. Bunlar ondan qaçırlar. Və mən əleyhinə oldum onun vəsadət kimi qəbul olunmasının və mən bildirdim ki, mənim belə bir vəsadətim olacaq
işin cinayətçinin geri qaytarılması və faktların araşdırılması mən hesab edirəm ki, burada ağır cinayətin əlamətləri var. Onunla da məhkəmə baxışı təxirə salındı. İndi biz vəsadətimizi verəcəyik. Görək indi məhkəmə hansı qərarı qəbul edəcək. Qeyri-obyektiv aparılır, qərəzli aparılır və mən artıq bir şeyin şahidi oldum. Zərər çəkmişin hüquqi varisi ilə hakimin münasibətləri artıq düşmənidir. Prokurorun münasibəti artıq düşmənidir. Bunlar bir-birin əvvəllər qabaq hakim deyir ki, yaxşı eləməcə verirlər. Məhkəmədə deyirdi, vəsadətimi niyə rədd edirsən? Deyirdi, yaxşı eləyirəm. Bir neçə iraddan, şikayətdən sonra artıq o sözü demir. Amma nə fərqi var ki, heç bir araşdırma aparmır, vəsadət təmin olunmur. İnsan ölüb burada. Yəni bu insan yanıqlıdır, qisas hissi ilə yaşayır bu insanların. Burada yoxdur, Allah'a buradadır da. Nə qədər mən onları sakitləşdirirəm, Allah görür də bunları. Ki bu əsəllər araşdırılmalıdır və prokurorla da, prokurorun son münasibəti heç xoşa gəlmir. Sən dövlət ittihamı müdafiə edən şəxsən, ittiham tərəfsən, mən də ittiham tərəfəm. Sən durursan deyirsən ki, bir qərəzli formada deyirsən, olmaz axı belə şey. İndi görək nə qərar qəbul olunacaq, biz mübarizəmizi davam elətdirəcəyik, obyektiv həqiqətin üzə çıxmasını istəyirik və mən məhkəmədə daha çox video yazılara istinad eləyirəm ki, hər şey obyektiv olsun, mənim fikrim olmasın, Elmirin fikri olmasın, daha çox sənədlər danışsın, sübutlar danışsın, obyektiv sübutlar danışsın, insan düşüncə və iradəsindən asılı olmayan sübutlar danışsın ki, təsir olmasın. Bu insanlar ondan qaçırlar. Niyə qaçırlar? Mən indi səbəb də aydındır da. Niyə qaçırsınız? Niyə qaçırsınız siz? Bu şəxsi inandırın. Mən hakimə də deyirəm, prokurora da, burada da, qəbulda olanda da dedim, bu şəxsi inandırın ki, sübutlarla sənin düşündüklərin deyil. Bu adam qəsdən adam öldürmək yoxdur. Təqsirləndirilən şəxsin təhlükəsizlik qaydalarının əməl etməməsi nəticəsində bu hadisə var. Sonuçda mən Kərimə, siz orada deyildiniz deyəsən, sual verdim ki, o naqil niyə çıxıb? O qeyri-iradi qayıtdı ki, Allah haqqı mən çıxartmamışam. Allah haqqı mən çıxartmamışam. Yaxşı, kim çıxardıb? Növbəti məhkəmədə mən o suala verdim ona ki, sən belə bir suala belə cavab verdin ki, Allah haqqı mən. Yaxşı, onda kim çıxardı bu sualı? Yenə hakim müdaxilə elədi. Yəni o, bilirsiniz, qəfləti münasibətdir də, qeyri-adi münasibətdir. İnsan artıq o əsirdir. Sonuncu proseslərdə mən gördüm Kərimin vəziyyəti. Yəni budur, məsələ bundan ibarətdir. Əhmədov Elmir Əlqəmoğlu, Laçın rayon Qarakeşdi kəndindən Əhmədov İlgün, rəhmətə gedən Əhmədov İlgün Əlqəmoğlunun qardaşıyam və o haqda, o cinayət işi haqqında danışmaq istəyirəm. Qardaşım Əhmədov İlgün 2024-cü ildə iyul ayının 31-i iş görüşməsi üçün Laçın rayon Pircahan kəndində Falcon MMC-yə gedib və həmkəndlimiz Abbas və Novruzəli də yanında olubdur. Bunlar gedəndə Orxan Ələmişov adlı bir şəxs orada fəhlə işləyən qarşılayıb, Dünyamalı Orucovun otağına aparıblar və Orxanın şahidçiliyi ilə, yəni Orxan da orada olub, Abbas və Novruzəli, Elgün orada olublar, Dünyamalı ilə iş razılaşmasının şahidi olublar. Və təkrar qayıdıb gəlib Bakıya, sənədlərini düzəltdirdi, qayıtdı Laçına. Avqust ayının 14-ü, 13-ü, avqust ayının 13-ü axşam gedib iş yerinə, 14-ü işə başlamışdı. 14-ü işə başlayıb işləyib, 15-i isə səhər 9-10 radələrində hadisə baş vermişdi. Hadisə baş verərkən mən Bakıdaydım, xəbər verdilər, getdik, başımız yasa qarışdı. 3 gündən sonra mən getdim Laçında müstəntiqlə görüşdüm, İlqar Neftəliyevlə. Görüşdüm, söhbət elədim, dedi ki, bu Kərim operator knopkanı vurub və aparatın işə düşməsi nəticəsində rəhmətə gedib. Orada bir ifadə işlətdi, yanımda yoldaşlar da var idi. Dedi ki, bu işdə bu tək deyil, başqa 2 nəfər də var, yaxın zamanda onlar da aşkara çıxacaq. Məsələn, başladılar araşdırmaya, biz də öz tərəfimizdən araşdırmalar apardıq. Nümayəndə tutdum, müqavilə bağladım, göndərdim Kərimi danışdırdılar, ifadə aldılar.
O hadisənin yeganə şahidi Yaqub kişi var, Əli Bayramlıdan. Əli Bayramlıda danışdırdılar, hadisə yerinə getdilər, onlar orada işləyirdi, orada danışdırdılar, araşdırmalar gedirdi. Və bu araşdırmalarda biz qane eləmirdi, görürdük ki, qeyri-obyektiv bir araşdırmalar var burada. Biz öz araşdırmalarımızı da təqdim elədik, hamısını istintaka, prokurora təqdim elədik. Buna baxmayaraq araşdırma qətiyyən olmadı. Mən dəfələrlə ərizə yazdım, şikayət elədim baş prokurorluğa, lazım orqanlara şikayət eləməyimə baxmayaraq, müstəntiq prokuror öz bildikləri kimi işi apardılar və son nəticədə göndərdilər məhkəməyə. İstintaqın bitməsinə az bir vaxt qalmış. Mən çox təkidlə tələb eləyirdim ki, bu iş düzgün araşdırılsın. Prokuror İlqar Səadətov öz kabinetində qələm dəftəri atdı qarşıma ki, nə qədər pul istəyirsən, yaz ver mənə. Mən Falcom MMC şirkətdən pulu alım, verim sənə, yəni bundan əl çək. Təbii ki, mən razılaşmadım. Burada mənim qardaşımın həyatından söhbət gedirdi və bir insan həyatın pulla dəyişmək mümkün deyil. Razılaşmadıq. Bunlar da işi göndərdilər istintaq. İstintaqdan bir sübutu da deyim sizə. Biz hardasa ay yarım 2 ay texniki ekspertin cavabını gözlədik. Texniki ekspertin cavabı gəldi. Cavab çıxartdılar ki, mərhumca mişalkanın üstündəki stop knopkasını vurmuyub və hadisə buna görə baş verib. Bir 3 cavab idi, onun birində bunu yazmışdılar. Biz onlarla razılaşdıq və vəsadət təkrar verdik ki, bizim şahid, hadisə vaxtı canlı şahid, qardaşımın yanında olan adam deyir ki, gözümün qabağında stop knopkasını vurdu, girdi içəri. Texniki ekspert də deyir ki, knopkanı vurmayıb. Biz texniki ekspertlə razılaşdıq və dedik ki, texniki ekspert bir sübut göstərsin bizə ki, nəyə əsaslanıb deyir ki, knopkanı vurmayıb. Bax, canlı şahid deyir, knopkanı vurub. Bu nəyə əsaslanıb deyir ki, knopka vurulmayıbdır. Bizim vəsadətimiz rədd olundu, cavab verilmədi, vəsadətimizi qəbul eləmədilər. İşi göndərdilər məhkəməyə. Məhkəmə başladı. Məhkəmə ilk öncə başlayanda mən Cavad İbrahimovla, Laçın rayon məhkəməsinin sədri Cavad İbrahimovdan xahiş elədim ki, işi icraata götürməm. Bu iş düzgün araşdırılmayıb prokurorluq tərəfindən. Qaytarın istintaka. O mənə söz verdi ki, məhkəmə vaxtı güya araşdırmalar olacaq, araşdırılacaq, hər şey dəqiqliyi ilə. Məhkəmə prosesi başladı. Bir, ikinci məhkəmə. Orada əsas şübhəli şəxslər var idi. Müşahidə kamerasında görüntülərə əsasən şübhəli deyirəm. Həmin adamları danışdırmağa hakim ümumiyyətcə imkan yaratmırdı. Hansı ki, kənar insanlar orada şahid kimi daxil eləyiblər cinayət işinə, cəlb eləyiblər. Həmin adamlara başlayırdı, nə sualınız var verin. Orada olmayıb, heç nədən xəbəri yoxdur. Biz ona nə sual verəcək? Lazım olan adamları niyə imkan vermirsiniz ki, danışdıraq, sualımızı verək, cavabını versinlər. Məhkəməni bu formada bir neçə məhkəməni keçirdilər. Ondan sonra o şahid ifadələri istintaqda yazır Kərim Kərimov istintaqda yazır ki, mən hadisə günü avtomatı söndürdüm. Və Elgünlə Yaquba dedim ki, gedib işə başlaya bilərsiniz. Özüm də nəzarət elədim, onlar da işlədilər. Amma məhkəmədə özü təsdiq elədi ki, mən avtomatı ümumiyyətcə söndürməmişdim. Və bir şey də deyim sizə, bu hadisə vaxtı, hadisədən öncə qardaşımın yanında olan adamları biz tələb eləyirik, vəsadət vermişik dəfələrlə. Hadisədən öncə qardaşım iş görüşməsinə gedəndə Abbas və Novruzəli yanında olub və onların istintaqda ifadələri var, ərizə ilə ərizələri var. Bu adamları şahid kimi təqdim eləmirlər. Vəsadət verir ki, hakim bunları çağırsın, danışmağa imkan vermirlər. Amma istintaq vaxtı və məhkəmə vaxtı Dünyamalı Orucovu çağırıb danışdırmadılar. Hakimdən biz tələb eləyəndə ki, Dünyamalını çağırın, gəlsin, danışsın. Hakim bizə qayıdır ki, onun ünvanı dəqiq olmadığına görə biz onu çağıra bilmirik. Halbuki istintaqda onun ərizəsi var və orada telefon nömrəsi, ünvanı qeyd olunub damısı. Hadisə qardaşımı görməyən, heç hadisə yerində olmayan şəxs, hadisə yerindən 35 kilometr uzaqda olan bir şirkətin işçisin şahid kimi cəlb eləyiblər işə. Amma halbuki hadisənin içində olan adamları şahid kimi cəlb eləmirlər.
Bu hakimin birbaşa qərəzli mövqeyidir, qərəzli yanaşmasıdır, prokurorun və hakimin qərəzli yanaşmaları. Biz məhkəmənin gedişinə baxandan sonra açıq-aşkar görürük ki, hakim işi qərəzlə aparır və dəfələrlə vəsadət verdik ki, hakim bu işi aparmasın. Məhkəməyə də imtina verdik, məhkəmədən də imtina elədik, hakimin işi aparmasından da imtina elədik. Bizə maraqlıdır, hakimin bir səbəbi yoxdursa, hakim niyə imtina vermir? Niyə bu işdən əl çəkmir? Mən zərərçəkmişin hüquqi varisi olaraq imtina edirəm Cavad müəllimdən ki, bu işi aparmasın və Laçın məhkəməsindən bu iş alınsın. Cavad müəllim əl çəkmir, dirəşibdir ki, yox, özüm bu işi aparacam. Sizin tələbiniz işin ilkin istintaqa qayıtmasıdır. Bəli, bizim tələbimiz işin istintaqa qaytarılması və araşdırılmayan tərəflərin, araşdırılmayan məqamların tam olaraq araşdırılmasını istəyirik. Biz də bilmək istəyirik ki, bu hadisə həqiqətən ehtiyatsızlıqdan mı baş verib, yoxsa bu hadisə qəsdən baş verib. Amma hadisənin qəsdən baş verdiyi haqda bizim lazımi qədər sübutlarımız var. Əsas sübutlarda müşahidə kameralarında hər şey görsənir. Müşahidə kameralarında aparata kənar müdaxilənin olması açıq-aşkar görsənir. Və bunlar araşdırılmayıb. İstintaqda da araşdırılmayıb, məhkəmə də bunun üstündən keçir. Araşdırılmır. Məhkəmədə biz Kərimə sual veririk ki, Kərim, bu müşalka aparatda elə bir funksiya varmı ki, nə ilənsə müdaxilə eləyəsən və aparat işə düşə, siqnal səsi gəlməyə. Siqnal səsi gəlmədən aparat başlayıb işləyə. Deyir, xeyr, elə bir funksiya yoxdur. Biz maraqlandıq, araşdırdıq mütəxəssislərlə, o işlə məşğul olan adamlarla və onlar təsdiq elədi ki, o aparatda manuel rejim var. Aparatı manuel rejimə qoyub start knopkasını vuranda siqnal səsi gəlmədən vaxt boş gedir. Siqnal səsini verən o 6 saniyə boş gedir. Aparat işə düşür. Bu mümkündür. Bu da operator otağından, kompüterdən kənar müdaxilə olunmasa, yəni əllə o rejimə keçirilməsə, 3-4 saniyəlik bir vaxt gedir ora, onu mişıqqa ilə dəyişdirmək üçün. O funksiya manuel rejimə qoyulmasa mümkün deyil ki, o siqnal səsi gəlmədən aparat işə düşər. Və aparata da kənar müdaxilənin olunduğu hadisədən təxminən dəqiqə yarım öncə müşahidə kameralarında açıq-aşkar görsənir ki, hadisəyə nə cür müdaxilə ediblər. Mən bu sualı Orxan Ələmşova məhkəmədə verdim ki, hadisədən dəqiqə yarım qabaq sən yuxarıdan pilləkənlə düşüb operator otağına daxil olursan, orada nə iş görürsən, əyildiğin yerdə kompüterdən və mişqadan başqa bir şey yoxdur. Durğusundu, dayandı, cavab verə bilmədi. Bilməyərəm deyərək getdi, oturdu. Təkrar sual verəndə o elə bir rəng almışdı, şəxsən o ayağa dura bilmədi. Onun qısaları belə tutulmuşdu. Ayağa dura bilmədi. O kənar müdaxilə də hadisədən dəqiqə yarım qabaq həmin operator otağına girən Orxan Ələmşov. Yenə üzümü tuturam Cavad müəllimə və prokurora. Bunların işi bir tərəfli aparması tam araşdırmadıqlarına görə biz bunlarla düşmən münasibətindəyik. Laçın rayon məhkəməsinin sədri Cavad müəllimlə və prokuroru İlqar Səadətovla düşmən münasibətindəyik. Mən bizim işin bunların aparılmasına razı deyiləm, istəmirəm. etiraz edirəm, aparmasınlar bu işi.